إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد، فأوصيكم بتقوى الله، وهي وصية الله للأولين والآخرين. وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اِتَّقُوا اللّٰهِ. Əziz, değerli kardeşler, ilk önce Allah'tan korkmağı tövsiye ederim. Bu Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir tövsiyesidir. Buyurur ki öz kelamında, biz sizden evvelki ehli kitaba tövsiye ettiğimiz gibi size de Allah'tan korkmağı tövsiye ederim. Ve devam ederiz mübarek Ramazan ayından sonra sahih edeb ve ahlak mevzusunda olan dersimizi ve bugün uzun müddet dayandıktan sonra ilk dersdi. Ve bugünkü edeb meclisle bağlı edebler olacak. Yani insan bir mecliste oturduğunda hansı edeblərdə olmalı? Ve ilk fəsil Kəffaratul Məcəlis, məclislərin kəffarəsi adlı bir fəsildir. Hansı ki Abdullah İbn Ömərin və Əbi Barzənin hədisini gətirib müəllif. Abdullah İbn Ömər radiyallahu anhu deyir ki, Qalləmə kənə Rasulullah sallallahu aleyhi və səlləm yəqumu min məclisin həttə yəd'u bihəuləid də'avat. Deyir ki radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləm durduğu məclislərdən çox nadir halda bu duanı etmədən qalxardı. Yəni əksər məclislərində Peyğəmbər sallallahu aleyhi və səlləm bu duaları edib qalxırdı. Nə deyirdi? Deyirdi ki, Allahumma qsim lana min xəşyətikə mə təhulu bihi beynənə və beynə məasik. ومن طاعتك ما تبلغنا به جنتك ومن اليقين ما تحون به علينا مصائب الدنيا اللهم متعنا بأسماعنا وأبصارنا وقواتنا ما أحييتنا واجعله الوارث منا واجعل ثأرنا على من ظلمنا وانصرنا على من عادانا ولا تجعل مصيبتنا في ديننا ولا تجعل الدنيا أكبر همنا ولا مبلغ علمنا ولا تسلط علينا من لا يرحمنا. Deyirdi ki sallallahu aleyhi və səlləm, Allahım bizə öz qorxundan, yəni sənin təqvandan elə bir pay ayır ki, bizi sənə asi olmaqdan qorusun, saxlasın. Və itayətindən elə pay ver ki, biz onunla cənnətə çataq. Və bizə elə bir yəqinlik ver ki, bizim üçün dünya müsibətləri asan olsun. Allahım bizə gözümüzdə, yəni görmə orqanımızda, qulağımızda, yəni eşitmə orqanımızda, gücümüzdə yaşadığımız boyu fayda ver. Yəni görməyimizi, eşitməyimizi, gücümüzü bizim üçün yaşadığımız boyu faydalı et. Onu bizdən sonra varis et. Və bizə zülm edəndən bizim üçün intiqam al. Bizə düşmən olana qarşı bizə kömək ol. Müsibətimizi dinimizdə etmə. Və dünyanı bizə böyük dərd etmə. Və elmimizin də sərhədi etmə. Və üzərimizə bizə rəhm etməyəni salma və ya hakim qılma. Və həmçinin Əbu Barzənin hədisini gətirib müəllif deyir ki, Əbu Barzə radiyallahu anhu, Kənə Rasulullah sallallahu aleyhi və səlləm yəqulu biəxaratin idə əradən yəqulu minəl məclis. Peyğəmbər sallallahu aleyhi və səlləm son vaxtlarda məclisdən qalxmaq istədikdə bu duanı deyərdi. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk. Qalə raculun ya Rasulallah.
İnneke letekulu qavlen ma kunte tekulu fîme mada. Qâle zâlike keffaratun lima yekunu fil meclis. El-Hadid. Deyir ki, sallallahu aleyhi ve sellem məclisindən qalxanda, Allahım, sən pak və nöqsanlardan uzaqsan, həmd sənədir. Şəhadət verirəm ki, səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Səndən bağışlanma diləyirəm, sənə tövbə edirəm. Bir kişi qalxdı, dedi ki, ya Rasulallah, sən elə bir söz dedin ki, bundan əvvəl belə demirdin. Bundan əvvəl belə deməmişdin. Deyir ki, sallallahu aleyhi və səlləm, bu məclisdə olanın kəffarəsidir. Bu iki əzəmətli hədis bizə məclisdə olduqda, oradan qalxdıqda hansı duanı demək ədəbini öyrədir. Öyrədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nadir hallarda bu duaları tərk edir. Birinci hədisdə deyir ki, Allahümmə qısım lənə min xaşiyyətikə mə təhulu bihi beynənə və beynə məasik. Allahım, bizə öz qorxundan elə bir pay ver ki, səni ilə asiliyin arasında mani olsun. Deyir ki, pay ver, yəni təqdir et. Elə bir qorxu ver ki, mani olsun günahlara düşməyə. Və xaşiyə sözü ərəb dilində elə bir qorxuya deyilir ki, o qorxu elmləndir. İnsan bilir nəyə görə qorxur. Elmlə bərabər gələn qorxu xaşiyarlar. Ona görə Allah Teala alimlər üçün nədir? İnnəmə yaxşallahu min ibadihil uləmə. Deyir ki, innəmə yaxşə. Allahdan qorxar. Xaşiyə elmlə qorxmaqdır. Demədi, innəmə yəttəqiyallah. Allahdan təqvalı olanı alimlər deyir. Allahdan həqiqətən qorxan, yəni elmi ilə qorxan alimlərdir. Və insan bir məclisdə oturduqda sözsüz ki, danışığı çox olur. Və bəzən boş söz çox danışır. Faydasız söz çox danışır. Ona görə o bir hədis, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm zikr edir duanı, deyir ki, o kəffarədir onun üçün, o məclisdə olan üçün. Subhanəkəllahumma və bihamdikə əşhədu ən la iləhə illə əntə əstəğfiruka və atubu ileyk. Bu zikri məclisdən qalxmamışdan qabaq deyirsən. Əgər desən, o məclisdə danışılan boş sözlər, o məclisdə olan səs-küy, hansı ki olmamalı idi, onlara kəffarə, yəni onların silinməsidir. Ona görə müstəhəbdir ki, insan məclisi bitirdikdə bu dua ilə bitirsin, bu ləfslə bitirsin. Subhanəkəllahumma və bihamdikə əşhədən la iləhə illə əntə əstəğfiruka və atubu ileyk. Amma deməsi ki, mə təhulu bihi beynənə və beynə məasik. Bizimlə sənin asiliyin arasında mani olsun. Necə ki, birinci hədisdə gəlir. Qorxu deyirsən ki, səninlə asiliyin arasında mani olsun. Çünki insan nə qədər çox qorxsa Rəbbindən, o qorxu onun üçün maniyədir Allahın haramlarına düşməyə. Ona görə əslində təqva sözünü təfsir edəndə alimlər deyirlər ki, həqiqi təqva odur ki, bəndə özü ilə Rəbbi arasına, Rəbbinin əzabı arasına maniyə qoyur. Əzabın ona toxunmaması üçün maniyədir. Nədir o maniyə əslində? İtayət. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinmək. Və ən əzəmətli əmr hansı ki, maniyədir, Allah Taala'nın təvhididir. Ən əzəmətli qadağa hansı ki, çəkinirsən, maniyədir sənin üçün Allahın əzabından Allah Taala'ya şərik qoşmamaq. Hansı ki, Allah və elçisi təvhiddən əzəmətli əmr etməyib. Və şirkdən də əzəmətli günahı qadağan etməyib. Ona görə maniyədir. Və insan nə qədər çox qorxsa Rəbbindən haramlardan bir o qədər uzaq olacaq. O qorxu mani olacaq. Onu ilə asiliklər arasında. Sonra deyir ki, وَمِنْ طَاعَتِكَ həmçinin itayətindən, yəni itayətindən də pay ver. İtayətindən də bölgü ver. Nə üçün? مَا تُبَلِّغُنَ بِهِ cənnətək. O itayət ki, bizi sənin cənnətinə çatdıracaq.
Çünki cənnətə aparan yol var. Cənnətə gedən yol var. Nədir o yol? Allahın itayəti. O yol Allahın itayətindən keçir. Əgər qul müvəffəq olubsa Allah qorxusuna və çəkinibsə haramlardan və itayət edirsə Rəbbinə, o oddan nicat tapacaq. O oddan, cəhənnəmdən xilas olacaq qorxusu ilə, itayəti ilə, Rəbbinin rəhməti ilə cənnətə daxil olacaq. Ona görə hədisin davamına baxsaq duaya, deyir ki, وَمِنَ الْيَقِينِ مَا تَهُونُ بِهِ عَلَيْنَا نَصَائِبَ الدُّنْيَا. Elə bir yəqinlik ver ki, dünya müsibətlərini bizim üçün asan etsin. Yəqin, insan, mümin yəqin olmalıdır. Və yəqinlik də imanın ən yüksək dərəcəsidir. Çünki iman nədir? Elə bir şeydir ki, onda şəkk olmamalıdır. Tərəddüd etməməlidir mümin. Ona görə yəqin olmaq, xüsusən də o şeylərdə ki, o şeylər qeybdir ondan. O şeyləri görmür. Yəqin olub, iman etməlidir, sanki görür kimi. Sanki önündədir. Ona görə insan yəqindirsə və yəqinliyi tamdırsa, Allahın xəbər verdiyi, elçisinin gətirdiyindən, xüsusən də qeyblə bağlı nə varsa, Rəbbi ilə bağlı nə varsa, Allahın adları ilə bağlı, sifətləri ilə bağlı, qiyamət gündən bağlı, qiyamətin əhvalı ilə və digər nə xəbər verib Allah Taala qeybdən və nə Peyğəmbəri vasitəsilə çatdırıb bizə, ondan yəqin olsa, sanki gözü ilə görmüş kimidir. Sanki gözü ilə görüb iman etmiş kimidir. Budur yəqin, kamil yəqinlik. Kamil yəqinlik budur. Ona görə deyir ki, مَا تَهُونُ بِهِ عَلَيْنَا مَصَائِبَ الدُّنْيَا. Elə yəqin ki, bizim üçün dünya müsibətlərini asan yapsın. Dünyanın müsibətləri çoxdur. Dünyanın müsibətləri çoxdur. Lakin bu müsibətlər, əgər insan yəqindirsə və bilir ki, nə olursa Rəbbindəndir, onun təqdiri iləndir və səbr edə bilirsə və yəqindirsə, bilir ki, Allah Taala bunu onun üçün kəffarə edəcək. Bunu onun üçün günahlarının bağışlanması edəcək. Bunu ilə onun dərəcələrini qaldıracaq. Xüsusən də əgər səbr etsə, savabını, əcrini Allahdan umsa, ona bu müsibətlər asan gələcək. Bu imtihanlar, hansı ki imtihan olunur, o ilə rahat olacaq onun üçün. Və baxmır, bu müsibətlər, bu imtihanlar onun bədənindədir və ya ailəsindədir, uşağındadır, malındadır. Nə qədər ki yəqindirsə, yəqinliyi də tamdırsa, bilsin ki, bu onun üçün kəffarədir. Bu müsibətlər onun üçün asan gələcək. Sonra deyir ki, وَمَتِّعْنَا بِأَسْمَاعِنَا وَأَبْصَارِنَا وَقُوَّتِنَا. Bizə fayda ver, qulağımızda, gözümüzdə, qüvvətimizdə, mə əhyəytənə, nə qədər ki sağıq. Nə qədər ki sağıq, ey Rəbbim, səndən istəyirik ki, bu hissiyatlar hansı ki var bizdə, onlardan fayda görək. Gözdən, qulaqdan, gücdən, nə qədər ki sağ fayda olsun bizə. Çünki insan bu hissiyatlarından fayda görürsə, bu onun üçün çoxlu xeyirdir. Ona çoxlu xeyir gətirir. Əgər bu hissiyatları itirsə, necə şahidsiniz itirənləri, görürsün, nə qədər xeyirdən məhrumdur. Lakin insan qadir olmadığı bir şeyə görə danlanmır. Aciz olduğu bir şeyə görə məzəmmət olunmur. Sonra deyir ki, وَجَعَلْهُ الْوَارِثَ مِنَّا. Onları bizim üçün varis et. Nə deməkdir bu? Yəni, necə faydalı etmişsən bizim üçün bu görməyi, eşitməyi, bu qüvvəti, onu varis et həmçinin bizim üçün. Bu kinayədir. Yəni, demək istəyir ki, sallallahu aleyhi və səlləm, görmək, eşitmək, bu qüvvəti uzat ta biz ölənə qədər. Sanki varis kimi. Necə ki, insan öləndən sonra mirası varislərinə qalır. Yəni, o görməyimiz, eşitməyimiz, gücümüz biz ölənə qədər davam etsin. Bizim üçün fayda olsun. Sonra deyir ki, وَجْعَلْ ثَعْرَنَا عَلَى مَنْ ظَلَمَنَا. Bizə zülm edəndən bizim üçün intiqam al. Yəni, bizim üçün ibrət et onlardan intiqam almağı.
Kim ki zülm edib bizə, onlardan qisas al bizə görə. Çünki insan dünyada yaşayırsa başına çox müsibətlər gəlir. O cümlədən də zülm olunur ona. Ona görə istəyir ki, dünyada nə zülm olunubsa olan, Allah Teala onun əvəzini Rəbbi versin ona, intiqam alaraq və ya xeyirli mükafat olaraq ona versin. Ona görə deyir ki, qisas al bizim üçün. Ya o şeylər ki, dünyada başımıza gəlib zülm görmüşük, onlara görə bizə onun əvəzini ver, intiqam al, bizim əvəzimizə qisas al bizə zülm edəndən. Ya da ki, ahirətdə intiqam al. Yəni, o insanların etdiyi zülmün əvəzini al bizim üçün onlardan. Və qiyamət gündə ticarət heç də malla, övladla olmayacaq. Qiyamət günü alqı-satqı, ticarət insanların savabları ilə, günahları ilə olacaq. Qisas, intiqam alınacaqsa savablarla, günahlarla olacaq. Əgər kimsə zülm edibsə, kiməsə alınacaq onun savablarından. Veriləcək zülm etdiyi kəsə. Və əgər savabları yoxdursa, götürüləcək məzlumun günahlarından atılacaq. Zülm edənə qisas alınacaq. Çünki qiyamət günü dedi ki, savab və günahlardır əsas meyar insanın nicata çatmağı üçün və ya xəsarətə uğramağı üçün. Niyə də yox? Bir savab əgər ağır gəlsə kimdəsə, o insan cənnətlidir. Bir savab əgər onun tərəzisini ağırlaşdıracaqsa, o insan Rəbbinin rəhməti ilə cənnətə girəcək. Görə əgər günahlar, bir günah artıq gəlsə, necə olacaq halı? Ona görə də məzlum duası qəbuldur. Məzlum kafir olsa belə. Ona görə çəkindirib dinimiz zülümdən, hər bir növü ilə əmr edib ədalətli olaq. Sonra deyir ki, Peyğəmbər s.ə.v duasında وَانْصُرْنَا عَلَى مَنْ عَادَانَ bizə düşmən olanlara qarşı bizə kömək ol. Və əksər düşmənçilik müsəlmanlara nədədir? Dinlərinə görə. Həmişə belə olub. Əsrlər boyu küfrlə imanın ədavəti dayanmır. Küfr istəmir iman olsun. Xüsusən də İslam dini gələndən ta günümüzə kimi çalışılır ki, o din yox olsun yer üzərində. O dinin əhli və o dinin özü. Ona görə hər bir vasitə ilə görsən ki, ədavət aparılır. İstər müharibələrlə, istər fikirlə, istər ailələrə təsir etməklə, tərbiyələrini pozmaqla, hər növlə çalışılır ki, İslama qarşı ədavət aparılsın. Ona görə bu duada deyir ki, وَانْصُرْنَا عَلَى مَنْ عَادَانَ bizə düşmən olana qarşı bizə kömək ol. Sonra deyir ki, وَلَا تَجْعَلْ مُصِيبَتَنَا فِي دِينِنَا müsibətimizi dinimizdə etmə. وَلَا تَجْعَلِ الدُّنْيَا كِبَرَ هَمِّنَا dünyanı da bizim üçün böyük dərd etmə. وَلَا مَبْلَغَ ilminə və elmimizin sərhəd etmə. Həqiqətdə müsibətlər insan üçün nədədir? Baxsaq görər ki, bir neçə şeylər. Ən birinci insan bədənində, malında, məsələn, malı yanarsa, evi yanarsa, oğurlanarsa malı, tələf olarsa, bu müsibətdir onun üçün, bəli. Həmçinin ailəsində, əhlində müsibətdir, əgər ailəsi xəstələnərsə və ya ölərsə və ya həmçinin özünün ağlı gedərsə və ya ailəsindən kiminsə ağlı gedərsə, bu müsibətdir onun üçün, bəli. Bütün bu hansı ki, insanla bağlı, insana əziyyət edən, ağır gələn nə varsa müsibətdir. Lakin ən əzəmətli insanın müsibəti nədir? Dinindəki müsibət. Dində olan müsibətdən əzəmətli müsibət yoxdur. Ona görə Allahdan diləməlisən ki, Allah Teala sabit etsin sən haqq dində. Və insan əgər dininə görə müsibətə düşürsə, bu onun üçün əzəmətli bir müsibətdir.
Sonra deyir ki, وَلَا تَجْعَلَ الدُّنْيَا اَكْبَرَ هَمِّنَا. Dünyanı bizim üçün böyük bir dərd etmə. Və ilmimizin sərhədi etmə. Yəni, elmimizi bu dünyanla kifayətləndirmə. Və ya dünya elmi ilə kifayətləndirmə. Və üzərimizə də bizə rəhm etməyəni salma. Ona görə dünya insan üçün böyük dərd olmamalıdır. Əksinə, axirət onun üçün böyük dərd olmalıdır. Axirəti dərd etməlidir. Necə nicat tapacaq? Necə xilas olacaq? Bu dünyada ola bilər insan xəsarətə uğrasın və ya nəsəsə qazanc əldə etsin. Lakin axirətdə xəsarətə uğramaq, axirət qazancından məhrum olmaq, odur böyük müsibət. Lakin bu ilə yanaşı insan dünyadakı payını da unutmamalıdır. İnsan dünyadan da payını götürməlidir, lakin dünya onun böyük dərdi olmamalıdır. Elminin sərhədi olmamalıdır. Əksinə elmi axirəti də şamil etməlidir. Elminin sərhədi axirət olmalı, amma dünya hansı ki o ilə bağlıdır, o elmlər, onlar bir müddət sonra yox olub gedəcək. Məsələn, insan alimsə tibbdə və ya alimsə astronomiyada, coğrafiyada, hər hansı bir elmdə, hansı ki dünya ilə bağlıdır, ondan qazanc əldə edir, sözsüz ki, o öldüyündə o da yox olub gedəcək o. Və ya dünya yox olanda o da yox olub gedəcək. Amma axirət elmi hansı ki şəriət elmi ilə bağlıdır, önəmli olan olur. Sonra deyir ki, üzərimizə bizə rəhm etməyəni salma. Yəni, məxluqatından bizə rəhm etməyən kəsləri üzərimizə hakim etmə. Əksi nədir? Yəni, üzərimizə bizə rəhm edəni hakim et. Üzərimizə bizə şəfqətli olanı hakim et. Hansı ki, rəhm edəcək. Ona görə insan əgər rəhm olunmursa ona və ya rəhm etməyən onun üzərinə hakim qılınırsa, sözsüz ki, bu da onun üçün müsibətdir. Allah Taala'dan diləyirik ki, Allah Taala bizə rəhm edənləri bizə hakim etsin. Bizi eşidib faydalardan etsin. Dərsin bu yerində saxlayırıq. Sual cavab inşallah yəqin ki olacaq. Ona görə vaxtın qısalığını nəzərə alaraq dərsin qalanını gələn həftəyə saxlayırıq. Allah Taala bizi eşidib faydalardan etsin. Aqulu ma təsməun və estəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innehu huvel gafurur rahim.